Ə, Qanunverici hakimiyyətin həyata keçirilməsindən danışacağıq bu gün uşaqlar sizlə. Bilirsiniz ki, ümumiyyətlə dövlət hakimiyyəti bizdə 3 yerə bölünürdü. Qanunvericilik, icra, bir də məhkəmə hakimiyyəti. Qanunverici hakimiyyətini bildiyiniz qədərini bildiyiniz kimi Milli Məclis həyata keçirir. Milli Məclisin sayı tərkibi 125 deputatdan ibarətdir. Niyə görə 125 deputatdan ibarətdir? Çünki Azərbaycanda 125 seçki dairəsi var. Hər seçki dairəsində bir nəfər deputat mandatı tutur. Ona görə sayı 125 müəyyənləşdirilibdir. Milli Məclisin deputatlarının ilk seçkilərin əsasları. Deputatlar majoritar seçki sistemi. Sonra Azərbaycanda 2001-ci ilə qədər, səhv eləmirəmsə, qarışıq proporsional seçkilərdən, seçki sistemlərindən istifadə olunub, amma 2001-ci ildən bəri istifadə olunmur. Majoritar sözünün mənası o deməkdir ki, yəni səs çoxluğu ilə seçilmə. Hansı namizəd ki, səs çoxluğu toplayır, o adam deputat seçilir. Ümumi bərabər birbaşa seçki hüququnu bilirsiniz. Yəni ümumi, yəni irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının seçkilərdə referendumda iştirak etmə hüquqları var. Bərabər demişdik ki, hər bir vətəndaşın səsi bərabərdir. Heç bir vətəndaş arasında ayrı seçkilik olmur. Birbaşa nə deməkdir? Ə, yəni şəxs, bir vətəndaş istədiyi bir namizədə, istədiyi bir məsələyə birbaşa şəkildə səs verə bilir. Sərbəst idi o deməkdir ki, adam yəni ki, vətəndaşın üzərində nəzarət olunmur, sərbəst şəkildə səsini verə bilir. Şəxsi isə o deməkdir ki, sənin yerinə başqası səs verə bilməz. Gizli isə o deməkdir ki, sənin verdiyin səsi heç kəs görməli deyil. Bu səs vermə yolu ilə bizim deputatlarımız Milli Məclisə deputat seçilirlər. Bildiyiniz kimi, ümumiyyətlə Milli Məclis termini 1995-ci ildən bəri istifadə olunmağa başlayıb. İlk parlament seçkiləri də 1995-ci ildə keçirilibdir. Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Amma bunun uzadılmayacağı anlamına gəlmir. Müharibə şəraiti ola bilər, hərbi əməliyyatlar ola bilər və bunlar zamanı ümumiyyətlə Milli Məclisin seçkilərin keçirilməsi mümkün deyil. Yəni müharibə vaxtında yəni seçkilərin olması mümkün deyil. Bu zaman onun səlahiyyət müddəti hərbi əməliyyatların sonuna qədər uzadılır. Amma burada bir dənə diqqət eləməli olduğunuz bir məqam var. Burada kim müraciət edir? Konstitusiya məhkəməsinə. Qərarı, yəni Milli Məclisin səlahiyyət müddətinin 5 ildən artıq olması ilə bağlı qərarı qəbul edən Konstitusiya məhkəməsidir. Amma kimsə Konstitusiya məhkəməsinə müraciət edir. O kimdir? Seçkilərin keçirilməsini təmin edən dövlət orqanı. Yəni bir növ Mərkəzi Seçki Komissiyası. Konstitusiya məhkəməsi müraciət edir. Testlərdə məsəl üçün imtahanda Milli Məclisin müraciətinə əsasən yazsa, o səhv olacaq. Çünki Milli Məclis müraciət eləmir. Seçki komissiyası müraciət edir, Konstitusiya məhkəməsi qəbul edir və o qərar əsasında da Milli Məclisin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna qədər uzadılır. Nə zaman keçiriləcək? Hər 5 ildən bir noyabr ayının 1-ci bazar günü keçirilir. İndi bax, Milli Məclisin səlahiyyət müddəti 5 ildirsə, hər 5 ildən bir seçilməlidir. Deputatın da səlahiyyət müddəti 5 ildir. Yəni bir növ onun səlahiyyət müddəti Milli Məclisin çağırışının səlahiyyət müddətindən məhdudlaşır. Bir adam ki, deputatlıqdan çıxıb, deputatlıqdan çıxanların yerinə seçkilərə, əgər o deputat nə qədər, məsəl üçün seçkilər keçirilib, bir deputatın deyək 3 il səlahiyyəti qalıb, onun yerinə seçilən təzə deputatın köhnənin qalan müddətinə məhdudlaşır. Yəni bir növ köhnə 2 il işləmişdi, çıxmışdı, onun 3 il müddəti qalmışdı, onun yerinə təzə seçilən deputat 3 il səlahiyyəti olur. Fərqi yoxdur, yəni. Yenə də o 5 ilində yəni, tamam olan kimi Milli Məclis təzədən seçilməlidir. Yoldaşlar, deputatlığı namizədlərə aid tələblər. Yəni kimlər ümumiyyətlə deputat ola bilər? Baxın, seçkilərdə iştirak etmə hüququna malik olan hər bir vətəndaş. Yəni 17 yaşlı şəxs deputat ola bilməz. Çünki seçkilərdə iştirak etmə hüququmuz 18 yaşdan yaranır. Adama ali təhsil tələbi tələb olunmur Milli Məclisin deputatlığına. Amma fikir verin. Yəni bizim ümumiyyətlə yeganə hüquqlarımızdan biri də budur ki, 18 yaşda yaranır. Və vətəndaş qanunla müəyyən olmuş qaydada Milli Məclisə deputat seçilə bilər. Kimlər deputat ola bilməz? İkili vətəndaşlığı olan, həm Rus vətəndaşlığı, həm Azərbaycan vətəndaşı olan olmaz. Başqa dövlətlər qarşısında öhdəliyi olan, yəni bir növ başqa dövlətin vəzifələrini yerinə yetirən, başqa dövlətlərin qarşısında cavabdeh olan şəxs deputat ola bilməz. İcra və ya məhkəmə hakimiyyəti sistemlərinə qulluq edən. Hal-hazırda məsəl üçün siz dövlət qulluqçusu olsanız, dövlət qulluqçusu ola-ola siz deputatlığa namizədliyə öz namizədliyinizi irəli sürə bilmərsiniz. Qulluq eləməməlisiniz. İcra və ya məhkəmə. Uşaqlar, baxın. İcra və ya məhkəmə hakimiyyəti deyir. Amma qanunverici hakimiyyət demir. Çünki qanunverici hakimiyyət özünün də aparatı var. Amma onun adını çəkmir burada. İcra və məhkəmə hakimiyyəti sistemlərini qulluq edənlər.
Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətidir istisna olmaqla. Sonra burada niyə, baxın, pedaqoji əslində normalda ümumiyyətlə deputatlardır, nazirlərdir, hakimlərdir, məsəl üçün dövlət vəzifəli şəxslərə adətən ödənişli fəaliyyətlə məşğul olmağa icazə olunmur. Amma pedaqoji də məsəl üçün ödənişlidir, maaş alırsan. Pedaqoji ilə pedaqoji niyə icazə verilir? Çünki pedaqojidə bir şəxs başqalarını maarifləndirir. Ona görə icazə verilir ona. Adam müəllimlik eləyir. Necə ki, məsəl üçün, mən sizi maarifləndirirəm. Həmin şəxs də deyək ki, ya deputat oldu, ya nazir oldu, fərqi yoxdur ki, pedaqoji fəaliyyətdə o insanları maarifləndirir, onlara təhsil verir. Elmi və yaradıcılığa isə həmişə icazə var. Niyə? Elmi və yaradıcılıq fəaliyyətinə görə icazə var. Bir adam deyək ki, yaradıcıdır, rəssamdır. O çəkdiyi rəsm əsərlərini sırf ödənişə yönəltmir. O çəkdiyi rəsmləri hobi üçün də çəkə bilər. Yəni satmaq üçün eləməyə bilər də, yəni belə deyək. Ona görə icazə var bunlara. Görürsən, bunlardan başqa deyil istisna olmaqla. Başqa yəni sahibkarsansa sən ola bilmərsən. Din xadimini siyasətə qarışmağa icazə yox idi. Demişdi ki, seçilmə hüququ zaten məhdudlaşdırılmışdı. Çünki Azərbaycanda din dövlətdən ayrıdır prinsipi var. Buna görə din xadimləri siyasətə qoymurlar. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq. Adam özünə məxsus olan hüquqları belə həyata keçirə bilmir. Qaldı ki, gəlsin o məsəl üçün deputat olsun. Və eləcə cinayətlərə görə yox. Ağır cinayət törətmiş şəxslərin olmaz. Adam ağır cinayət, adam öldürür, gəlir məsəl üçün deyək ki, milliməsə deputat olur. Necə bir ümumiyyətlə insanlarda necə bir fikir formalaşa bilər bununla bağlı? Ki, cinayətkar gəlib deputat olur misal üçün. Olmaz. Və məhkəmənin nəyinə əsasən? Hökmünə yox. Qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqla məhrum etmə yerində hal-hal çəkmiş yox, çəkən şəxslər. Ki, milli məclisə deputat seçilə bilməzlər. Bax, çəkən deyir ha, çəkmiş yox. Ki, bunlar milli məclisə deputat seçilə bilməzlər. Milli məclisin deputatlarının seçkilərinin nəticələrini kim yoxlayır və təsdiq edir? Konstitusiya məhkəməsi. Yoxlayır, təsdiq edir və ona əsasən də artıq bilir ki, kim deputatdır. Artıq 5-ci ilə gəlib çatır Milli Məclis, 87-ci maddəni izah edirəm. Bunun yeni çağırışı olur. İlk icrası günü ilə bütün səlahiyyətləri bitir. Təzədən seçilməlidirlər onlar. Deputatlıqdan çıxanların yerinə seçkilər isə, baxın, 120 gün müddətinə qalarsa, yazsa ki, məsəl üçün sizə, 120 gün müddətinə qalarsa, keçirilir. Keçirilir, bəli. Amma 120 gündən az, 119 gün qalarsa keçirilmir. 120-nin özü də qalsa keçirilir. Yəni, hər bir detaya fikir verməlisiniz. 120 gündən az müddət qalarsa keçirilməyəcək. Və 83 deputatın səlahiyyəti təsdiq olunduqda səlahiyyətlidir. Niyə 83? 63 deyil, 42 deyil. Çünki 83 onun 3-də 2-si deməkdir. Bugün Milli Məclisdə maksimal sahədə 125-dir. Bayaq dedik. Çünki dedik 125 seçki dairəsi var, 125 deputat olmalıdır. Amma bugün 83 deputat seçilsə, səlahiyyəti təsdiq edilsə, Milli Məclis öz fəaliyyətinə başlayacaq. Amma 82 olsa başlaya bilməyəcək. Yəni 125 olmağı şərt deyil. Amma ki 83-ün olmağı şərtdir. Burada göstərəcəyimiz rəqəmlər isə uşaqlar minimal həddlərdir. Yəni məsəl üçün oxuyacağınız rəqəmlər minimaldır. Bundan az olmamalıdır. Bundan çox ola bilər, amma bundan az olmamalıdır. Milli Məclisin sessiyaları hər il növbəti, yəni qaydalı şəkildə yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası səhv eləmirəmsə fevralda başlayır. Payız sessiyası mən bilmirəm sentyabrda başlamalıdır. 83 deputatın səlahiyyəti təsdiq olduqdan sonra ilk icrası ilə həmin gündən başlayaraq bir həftədən gec olmadan onu çağırılır. Əgər 83 deputatın səlahiyyəti mart ayının 10-na qədər təsdiqlənmirsə, ilk icrasının keçirmə vaxtını Konstitusiya Məhkəməsi müəyyən edir. Və uşaqlar baxın, Milli Məclisin növbəti sessiyaları da var. Yəni yaz və payız sessiyaları var. Qaydalı şəkildə buna yığılır. Amma yadınızda saxlayın ki, onun həm növbəti sessiyalarını, həm də növbədən kənar sessiyalarını çağıran sədrdir. Yəni sədr çağırır. Amma növbədən kənar sessiyaların çağırılması üçün tələb var. Ya prezident tələb edir, ya da 42 deputat tələb edir. Bu cümlədəki və yanın və ya bağlayıcısının mənası o deməkdir ki, ikisi də eyni anda çağırmır. Ola bilər ki, məsəl üçün, prezident, məsəl üçün, iyul ayında durub deyir ki, məsəl üçün, mən Milli Məclisin növbədən kənar sessiyasının çağırılmasını tələb edir.
Amma 42 deputatın heç tələbi yoxdur ortada. Heç 42 deputatın ağlından keçmir, prezident çağırır. Ola bilər ki, Milli Məclisin 42 deputatı deyək ki, avqustda çağırır bunu. Misal üçün. Amma heç prezident çağırmır. Və yəni mənası deməkdir ki, ikisi də eyni anda deyil. Fərqi yoxdur, amma ikisi tələb edə bilər. Demək şudur, buradakı 42-nin mənası nə deməkdir? 42, 41 olsa çağıra bilməzlər. Amma bu 43 də ola bilər, 45 də ola bilər, bu say 50 də ola bilər, 60 da ola bilər. Hansı ki imtahana düşmüşdü ki, 60 deputatın səsi kifayət edir ki, Milli Məclisin növbədən kənar sessiyalarını çağıra bilsin. Sədr çağırır, amma kimlərin tələbi əsasında? Prezidentin 42 deputatın tələbi əsasında. Və onun da gündəliyini kim müəyyənləşdirirlər? Müvafiq olaraq onun çağırılmasını tələb edənlər. Və gündəlikdəki məsələlərə də baxıldıqdan sonra növbədən kənar sessiyanın işi bitmiş olur. Bir də var qapalı sessiya. Şöyle normalda Milli Məclisin sessiyaları açıq keçirilir. Yəni ictimaiyyətə açıq olur. Media subyektləri falan olur orada. Amma e, qapalı sessiya ola bilir. Burada isə artıq 42 deputat deyil. 83 deputata qalxır artıq. Bu da tələb. Ha, buradakı 83 yenə nə deməkdir? Bu 84 ola bilər. 85 ola bilər. 86, 90, 95, 100, 105 ola bilər. Amma 82 deputat qapalı iclas çağıra bilməz. Və ya burada üzrə prezidentin təklifi ilə qapalı iclas keçirilə bilər. Vəssalam. 89-cu maddədə danışacağıq deputatın mandatının itirilməsi. Bir də səlahiyyətlərinin itirilməsi. Sonra mandatdan məhrum etmə bu deməkdir ki, yəni deputat vəzifədən tamamilə getmiş olur. Tamamilə deputat vəzifəsindən getmiş olur. Səlahiyyətlərin itirilməsi isə bir növ müvəqqəti olan bir şeydir. Yəni hər hansı bir kobud pozuntularda, hər hansısa bir deyək ki, qüsurlarına görə Milli Məclis qərar verir, bir müddətlik onu uzaqlaşdırır. Amma o bir müddət sonra yenidən gəlir vəzifəsinə. Səlahiyyətin itirilməsi bu şəkildədir. Amma deputat mandatına məhrum edilirsə gedir. Hansı halda məhrum ediləcək? Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunur. Hə, baxırlar görürlər ki, seçkilər zamanı hə, bu adam düzgün hesablamamışıq, mandata məhrum olunmalı. Azərbaycan vətəndaşlığına çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə ediləcək. Sonra bax bu cinayət törətdikdə bunu tək verə bilməz sizə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda. Çünki məhkəmə hökm verəndən sonra başlayacaq onun mandatdan məhrum olunur. Dövlət orqanları vəzifə tutur. Həm deputatsan, həm ki nazir olursan, hakim olursan, tutaq ki, dini xadim olursan, sahibkarlıq, kommersiya ticarət edə bilirsiniz. Başqa ödənişli fəaliyyətlə məşğul olduqda, amma elmi pedaqoji icazə var. İstisna edilməklə bu cür ödənişli fəaliyyətlə məşğul olsanız, mandatdan məhrum olunur. Öz imtina eləyə bilər. 93-cü maddənin 3-cü hissəsinin tələbini pozduqda. Tutaq ki, Aynurla mən deputatam. Mən Aynura deyirəm ki, Aynur, mən bugün xəstəyəm, tutaq ki, deyirəm, gələ bilmirəm, git mənim yerimə Milli Məclisin tutaq ki, qəbul etdiyi qanun layihəsinə səs ver. Mənim yerimə də səs ver. Lehinə və yaxud da ki, əleyhinə. Fərqi yoxdur. Olmaz. Birbaşa cinayətdir. Birbaşa pozuntudur. Cinayət demək pozuntudur. Ki, mənim yerimə o səs verə bilməz. Və deputat üçün uşaqlar, ayrıca bir etik davranış qaydaları var. O da sizə düşmür. Dövlət qulluqçusunun etik davranış qaydaları fərqlidir. Onları özü necə surətdə pozduqda, kobud surətdə pozarsa, mandatdan məhrum olacaq. Və Milli Məclis buna bağlı qərar qəbul edir. Qərarın qanunla məmur qədər qəbul olunur o qərar. Və öz sahiblərini daimi icra edə bilmədikdə, ola bilər ki, adam daimi icra edə bilmir. Məsəl üçün, qanunda nəzərdə tutulmuş digər hallarda onların sahibləri itirilir. Bayaq dediyim kimi, səlahiyyət itirilməsi müvəqqəti baş verən bir şeydir. Və Milli Məclisin deputatlarının toxunulmazlığı. Səlahiyyət müddəti ərzində bu adamların bir dəqiqə uşaqlar. Deyək ki, toxunulmaz. Adam yəni diplomat kimində, yəni toxunulmazlığı var. 5 il müddətində, səlahiyyət müddəti 5 ildir. O müddət ərzində bu adam toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başını bax, desək ki, məsəl üçün, bütün hallarda toxunulmazlıq xeyir. Cinayət başına yaxınlarsa toxunacaqlar ona. Cinayət məsuliyyətinə cəlb edilə bilməz. Tutula bilməz. Məhkəmə qaydasında inzibati tənbih tədbirləri tətbiq oluna bilməz. Axtarışa məruz qala bilməz. Şəxs, yəni
Adam dövlət sərhədlərindən kənara gedir, üstünü müayinə eləməz, elə bilməz onu. Misal üçün, e, veşləri yoxlanılmır mən bildiyim qədərilə. Yəni əl yükləri yoxlanılmır. Toxunulmaz yəni bunlar. Amma bu adamlar cinayət başına yaxınlarsa tutula bilərlər. Belə olan halda onu tutan orqan, kim ki tutur, məsələn deyək ki, polis orqanları tutur, dərhal baş prokurora xəbər verməlidir. Prokurorluğa yox, baş prokurora. Baş prokurorun təqdimatına əsasən miniməsi nə ilə, qərarı ilə onun toxunulmazlığına xitam verilə bilər. Bir də deputata uşaqlar. Söylədiyi mini məclisə kifayətinə görə, verdiyi səs verməyə görə, söylədiyi fikrə görə onu məsuliyyətə cəlb etmək olmaz. Amma sizə imtahanı necə düşə bilər? Deyər ki, məsəl üçün, bütün hallarda bu hallarla bağlı onun ifadə tələb oluna bilməz. Xeyr, razılığı olarsa eləyə bilərlər. Görürsən, yazıb qara hərflərlə yazmışam. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat ifadə tələb edə bilməz. Gəldik miniməsin işini təşkili. Öz iş qaydasını müəyyən edir, sədrini və mavinlərini seçir. Sonra bu komitələr 14 dənə komitəsi olmalı səhv eləmirəmsə, komissiyalar təşkil edir, bir də hesablama palatası yaradır. Birinci kateqori dövlət orqanıdır. Hesablama palatası. Və sonra baxdıq Milli Məclisin aktlarına. 3 cür akt qəbul edilir. Qanun, qərar, bir də konstitusiya qanunları. Konstitusiya yox ha, konstitusiya qanunları. Qanunlar və qərarlar. Hər biri fərqlidir. Sonra baxın, ümumiyyətlə qanunlar ictimai münasibətləri tənzimləyir. Qanuna əsasən görürsən, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunur. Qanun bir növ qaydalar yaradır da insanların üzərində. Məsəl üçün, insanlarda belə bir konstitusiya qanunları elə deyil. Məsələn, görürsən, siz eşidə bilmərsiniz ki, məsəl üçün, kimisə konstitusiya qanununa görə, məsəl üçün, deyək ki, kimisə məsuliyyətə cəlb edirlər. O elə olmur. Qanunla fərqlidir. Qərarlar isə qeyri-normativ hüquqi aktlardır. Daha çox sərəncam verici işlərlə bağlı, daha çox tapşırıq xarakterli işlərlə bağlı qəbul olunur. Bir növ təşkilati məsələlərlə bağlı qəbul olunur. Təşkil olunma məsələlərlə bağlı qəbul olunur. Belə başa düşün bunu. Qanunlar isə ictimai münasibəti tənzimləyir. Ə, Bunu pozanlar məsuliyyət, yəni insanlar üçün məsuliyyət yaradır. İnsanların üzərinə vəzifələr qoya bilir. İnsanlarda hüquqlar verə bilir. Belə. Və bunlar necə qəbul olunurlar? Bu konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. Deputatlar səs vermə günü şəxsən həyata keçirirlər. Dediyim kimi bayaq, mənim yerimə kimsə gedib, məsəl üçün, Milli Məclisdə hər hansı bir qanun lehinə səs verə bilməz. Və Milli Məclisin nə qərarlarında, nə də qanunlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tuta bilməz. Ayrıca ə, qanunları oxuyana görəcəksin. Orada yazılacaq ki, qanunlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum yazılır. Uşaqlar, baxın. Gözün hansı bir sonra prezident bir qanunla bağlı fərman qəbul edir. Fərmana əsasən tapşırıqlarını verir ki, bu qanundakı hansı məsələləri hansı icra hakimiyyəti orqanları həyata keçirəcək. Prezident başlayır tapşırıq verməyə ki, hə bunu məsəl üçün Maliyyə Nazirliyi eləməlidir, bunu Nazirlər Kabineti eləməlidir, bunu yerli icra hakimiyyəti orqanı onu müəyyənləşdirən prezident. Milli Məclis ona konkret tapşırıqlar nəzərdə tuta bilməz. Hər kəsin bir növ çətin çəkdiyi bir məqam var. Ümumi qaydalar. Bir də var həll etdiyi məsələlər. Uşaqlar çoxdur. Belə bir ümumiyyətlə sizə bir anlayış verim. Yəqin ki, səsimiz aydın şəkildə gəlir. Qanun bayaq dediyim kimi uşaqlar, baxın. Normativ hüquq aktdır. Nədir normativ hüquq akt? Hamı üçün məcburi davranış qaydalarını əks etdirən müvafiq normalı sənəddir. Hamı üçün məcburi davranışdır. Bax, bugün qanun hamı bir nəfər kimi ona cavabdehdir. Onun qarşısında məsuliyyət daşıyır. Hamı ona əməl eləməlidir. Yəni bir növ qanunlar olmasa gör nələr baş verər də dövlətdə. Görürsünüzmü? Yəni qanun elə belə bir akt deyil. Başa düşməlisiniz ki, qanun bizdə dövlətimizin ən əsas aktlarından biridir. Bizə məsuliyyət müəyyən edə bilirdi, bizim üzərimizə vəzifə qoya bilirdi, hüquq verə bilirdi bizə və s. Amma fikir verin. Ümumi qaydalarla həll elədiyi məsələlər arasında müvafiq fərqlər var. Adətən tələbələr qarışdırır, amma qarışdıra biləcək bir məqam yoxdur. Gəlin belə mən sizlə bunu müzakirəli şəkildə eləmək istəyirəm. Uşaqlar, baxın.
İndi biz dedik ki bunun funksiyalarını danışdıq da. Yəni Milli Məclisin biz funksiyalarını danışırıq ki, məsəl üçün bu qanunvericilik hakimiyyətini həyata keçirir. Hə, yaxşı, baxın uşaqlar, bu qanunları qəbul edən budur. Bu qanunları olsa qəbul eləməlidir. Bunun yerinə hər hansı bir orqan qanun qəbul eləmir. Camaat da bilməlidir ki, o qanunlar nədir, qaydalar nədir, işini bilsin. Düzdürmü? Adi bir dənə misal çəkək uşaqlar. Dövlət qulluğu haqqında qanun var. Düzdür? Bilirsiniz o qanunu, eşidirsiniz o qanun haqqında. İndi dövlət qulluğuna hazırlaşırsınız, o sahənin qanunu var. Bilirsiniz onu. Bir dənə məni təsdiqləyin, səsim gəlir sizə. Bəli, müəllim. Gəlir Bəli. Dövlət müəllim. qulluğu haqqında qanun var. Düzdür? Gəlin baxaq. Mən bir dənə Word sənəd açım sizin üçün. Video sahne çok özür dilerim. Bunu öyle asılmadı desin. Hı hı. Bakın uşaqlar. Belə bir dairəvi bir məsələ çəkirəm. Məsələ deyil, daha doğrusu şəkil çəkirəm. Bu bir kağızdır. Düzdürmü? Qanunlar da kağızların üzərində olur da, yəni belə deyək. Buraya yazılır məsəl üçün dövlət qulluğu haqqında qanun. Deyir ki, məsəl üçün Dövlət İmtahan Mərkəzi test imtahanı təşkil etməlidir. Yazır. Adam test imtahanı verməlidir. Adam müsahibəyə girməlidir. Hə, filan şey belə olmalıdır. Qanunda yazır. Filan şeylər belə olmalıdır və s. Düzdür? Bax, qaydalardır, düzdürmü burada? Başa düşürsünüz sonra nə demək istəyirəm? Bax, bu yazılan, bu kvadratın içində yazdığım qanundakı göstərilən qaydalardır. Düzdür? Təsdiqləyin məni bilim. Bunu təsdiq edən kimdir? Milli Məclis. Düzdür? Dövlət qulu haqqında qanunudur. Milli Məclisdir. Düzdürmü? Bəli. Yaxşı, mən indi sizə sual verirəm. Hə, Milli Məclis müəyyənləşdirdi ki, adam test imtahanı verməlidir, test təşkil olunmalıdır. Nə bilim, müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi tapşırığını verdi. Müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi qurum test imtahanı təşkil etməlidir. Sizin üçün test imtahanlarını kim təşkil edir? Dövlət İmtahan Mərkəzi. Dövlət İmtahan Mərkəzi. Fikir verin. Ümumi qaydanı müəyyənləşdirən Milli Məclisdir. Yəni Milli Məclis deyir ki, müəyyənləşdirirəm ki, vətəndaşlar test imtahanına və müsahibəyə girsinlər. Amma Milli Məclis sənin üçün test imtahanı təşkil edir? Yox. Xeyr. Görsən, Dövlət İmtahan Mərkəzi təşkil edir onu. Bir növ ümumi qaydada Milli Məclis qalır kənarda. Yəni buradakı məsələləri icra eləmir. Bir növ belə başa düşün. Amma kənar orqanlar başlayır icra eləməyə. Çünki prezident daha doğrusu tapşırıqlarını verir. Ki, hə, bu belə olmalıdır. Düzdür? Uşaqlar, həll elədiyi məsələlərin fərqini izah eləməyə, göstərməyə çalışıram mən sizə bunu. Ki, indi birazdan bunu biz həll elədiyi məsələdən danışacağıq. Bu hissə aydın oldusa başqa keçək məsəl üçün. Gəlin baxaq. Deyək ki, Milli Məclisə seçkilər. Düzdür? Ümumi qaydadır. Hə, seçkilər belə olmalıdır, yazılıb burada qaydalar. Milli Məclis bunu təsdiq elədi. Yaxşı, Milli Məclis özünə seçki təşkil edir. Bəli. Kim təşkil edir seçkiləri? MSK. Mərkəzi Seçki Komissiyası. Mərkəzi Seçki komissiyası. Qaydaları müəyyənləşdirən Milli Məclisə seçkilər belə. Qaydaları müəyyənləşdirən Milli Məclisin özüdür. Amma o qaydaları icra eləmir özü. Onun bir funksiyasıdır ki, o qanunları müəyyən etməlidir. Cəmaət bilməlidir ki, bunun ümumi qaydası nədir? Bunlar nəyə tabe olmalıdırlar? Nə etməlidirlər? Nə tər imtahan verməlidirlər? Seçkilər necə keçirilməlidir? Görsən, bültenlərdə Mərkəzi Seçki Komissiyasının peçatı var orada. Yəni onu təşkil edən Mərkəzi Seçki Komissiyasıdır. Amma Mərkəzi Seçki Komissiyası seçkiləri məsəl üçün qaydaları müəyyənləşdirmir axı. Onu təsdiq eləmir. Düzdür? O funksiyanı daşımır. O funksiyanı daşıyan kimdir? Milli Məclisdir. Onu qəbul edən Milli Məclisdir. Görürsən? Yəni bir növ bu qıraqda kənarda qalır. O işi həll eləmir. Seçkiləri həll eləmir. Sizin üçün imtahanları həll eləmir. Yəni ümumi qayda ilə həll etdiyi məsələni fərqləndirmək üçün sizə giriş verirəm ha. Sonra həll etdiyi məsələlərdən danışacağıq. Baxın. Gələk müdafiə və hərbi qulluq. Hə, hamı bilir ki, oğlanlar indi ali təhsil istisna olmaqla qanunla müəyyən olmuş yaş həddinə çatdıqda hərbi xidmət keçməlidir. Hə, müəyyənləşdirib ki, Milli Məclis belədir, təsdiq edib və s. ki, belə olmalıdır, belə olmalıdır, belə olmalıdır. Yaxşı. İndi oğlanlara sual verirəm. Sizi çağırışan Milli Məclis mi çağırır? Voyinkomat çağırır.
Voyinkomat istifadə olunmur da bizim dildə deyil. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti çağırır. Düzdür? Görürsüz? Amma SHDÇX-lər qısaltma formasını deyim, müəyyənləşdirmir ki, necə olmalıdır. O qanunu qəbul etmir axı. Müəllim, voyinkomatın açılışı bizdə o qədərdir, uzunluğu. Bəli, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti. Oo, Hələ indi peki. bilirsən. Ay mən bəli, voyinkomatın o dediyin olduğunu hələ indi tam bir açıqlamasından bilirəm. Hə, elədir. İcra hakimiyyəti orqanıdır. Görsən, onu Milli Məclis görsən icra eləmir ki, səni çağıran Milli Məclis deyil, amma o qaydanı müəyyənləşdirən Milli Məclisdir ki, kim çağıracaq, necə olacaq və s. Ya Müdafiə Naziri baxacaq, ya Sərhəd Xidməti baxacaq və s. Bir növ iş keçir başqalarına, ümumi qaydalarda. Aydın oldu yoldaşlar nə demək istəyirəm. Yəni ümumi qaydada qərar söhbəti ola bilməz. Hamısı qanundur. Hamı bir nəfər kimi icra eləməlidir. Hamı da tabe olur ona. Vəssalam. Bitdi getdi. İndi qayıdıram PDF-ə. Praktiki nümunə idi bu sizin üçün. Baxın. 3 dənə qarı olanı 83 qanunu. Yəni ümumi qaydada 83 qanundur. Bu 3 dənə qarı olan. Yəni 82 deputatın səsinlə bu 3 dənə məsələ qəbul oluna bilməz. Minimum 83 deputat olmalıdır. Minimum. Maksimum 125 də ola bilər. Fərqi yoxdur. 83-dən az olmamalıdır. Bu 3 dənə üçün. Yerdə qalanlar isə 63 səslə qəbul olunur. 63 qanun. Yəni burada da 62 deputat ola bilməz. Burada da 64 ola bilər, 65 ola bilər. Minimum 63 olmalıdır. Aydın olur suala nə demək istəyirəm. Və yoldaşlar, baxın. Həll etdiyi məsələdə görəcəksiniz. Baxın, ümumi qaydalarda fikir versiniz, təqdimat yoxdur. Təqdimat, müraciət, razılıq, səs vermə yoxdur. Fikir verirsiniz. Görürsüz? Yoxdur heç biri. Birbaşa qanunların adlarıdır. Qanunlardır birbaşa. Fikir verirsiniz. Bax, cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsini, məsəl üçün deyək ki, bunu Cinayət Məcəlləsini qəbul edən, təsdiq edən Milli Məclisdir. Amma sizi məhkum edən Milli Məclis yox. Məhkəmədir, düzdür? Məhkəmə də Cinayət Məcəlləsinə baxır, nə bilim, araşdırır, axırda hökm verir. Amma məhkəmə Cinayət Məcəlləsi qəbul eləmir ki. Düzdür? Onu qəbul edən Milli Məclisdir. Amma onu oradakı Cinayət Məcəlləsindəki məsələləri icra edən kimdir? Başqa orqanlardır. Düzdürmü? Bəli. Yəni Bəli. bu qaydada Bəli. qərar deyil. Burada gördüyünüz hamısı qanundur. Sadəcə bu 3 dənəsi 83 səs çoxluğu ilə qanundur. Qalanları 63 səs çoxluğu ilə qanundur. Bunu əzbərləməlisiniz. Belə göz yumulu şəkildə. Amma artıq söhbətin nədən getdiyini bilirsiniz. Mənalarını başa düşdünüz. Və yoldaşlar, bax 27 var ya burada. 27 dənə bənd var. Fikir verin. 28-ci bəndi əlavə eləmək üçün Konstitusiya qanunu qəbul olunur. Yəni Konstitusiya bir dənə cümlə əlavə olunmaq istəyirsə, onunla bağlı Konstitusiya qanunu qəbul olunur. O, 2-ci, 3-cü, 4-cü bəndləri gördünüz, 83 çoxluğu ilə qanunlardır. Qalanlar isə 63-dür. İndi uşaqlar, baxın. Burada 95 dənə həll elədiyi məsələlərdə bu cədvələ aldığım hissədə bu 5 məsələni qanunla həll edir. Bu ümumi qayda deyil. Bunu həll edir. Amma qanunla həll edir. Çünki burada bir növ bunu prezident imza çəkir bu məsələlərə. Prezident imzalayır. Bunu qanunla həll edir. Bu 5 dənə məsələni qanunla həll edir. Qalan məsələ bax bundan sonraki məsələnin hamısını qərarla həll edəcək. Yəni burada gördüyünüz bütün məsələlərə dair qərar qəbul edəcək. Gördünüz? İndi baxaq. Milli Məclisin işinin təşkili qanunudur. Ərazi quruluşu ilə inzibati ərazi bölgüsünü bir-birinə qarışdırmayın ha. Ərazi quruluşu ümumi qaydadır. İnzibati ərazi bölgüsü, ərazi quruluşumuz unitar idi səhv eləmirəmsə, inzibati ərazi bölgüsünə inzibati ərazi vahidlərinə bölünür də. Bu ümumi qayda deyil, həll elədiyi məsələdir. Və fikir verin. Baxın, təqdimat sözünə fikir verməlisiniz. Burada təklif yaza bilər imtahanda, tövsiyə yaza bilər, nə müraciət yaza bilər və s. Olmaz. Təqdimat verir prezident. Təqdimat əsasında diplomatik nümayəndəliklərin təsis edilməsi. Və yenə dövlətlərarası və Azərbaycan fikir verin. Birinci dövlətlərarası gəlməlidir ha. Və istənilən hökumətlərarası müqavilələr yox. Qanunlarımızdan fərqli qaydalar nəzərdə tutun. Bu cümlə hökumətlərarasının qabağında olmalıdır.
qanunlarımızdan fərqli qaydalar nəzərdə tutan hökumətlər arası müqavilələrin təsdiq ləğv olunması və prezident təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət. Bu 5 məsələni qanunla həll edir, 63 səs çoxluğundan qanun qəbul edir. 63 qanundur bunlar. Amma cədvəldən kənardakıların hamısını ya qərar qəbul edir. Sadəcə 3 məsələ ilə bağlı 83 qərar qəbul edir. Daha doğrusu 2 məsələ ilə bağlı. Bir məsələ ilə bağlı 95 qərar qəbul edir. Ona deyəcəm. Qalanlarda 63 qərardır. Məsəl üçün, insan hüquqları müvəkkilinin seçilməsi. Ombudsmanımızı Səbinə Əliyevadır. Təqdimat verir. Görürsən, prezident burada təqdimat verir. 83 səs çoxluğuna minimum 83-dür. Bu 84 də ola bilər, 85 də ola bilər, 90 da ola bilər və s. Fərqi yoxdur. Amma 83-dən az ola bilməz. 82 səslə ombudsman seçilə bilməz. Sonra prezident təqdimatına əsasən hərbi aşıq bu 63 səs çoxluğunun qərarıdır. Bu konstitusiyada nəzərdə tutulmuş hallarda prezident fərmanlarının təsdiqi. Prezident hərbi vəziyyətlə, fövqəladə vəziyyətlə bağlı fərman qəbul edir. Onları da təsdiq edən Milli Məclisdə 24 saat ərzində. Bax budur. Uşaqlar baxın, burada bir məqam var. 2 dənə vəzifəli şəxsdən danışacağıq burada. Bir baş nazir, bir də baş prokuror. Baş nazir vəzifəyə təyin eləyərkən, prezident vəzifəyə təyin eləyərkən baş naziri Milli Məclisin razılığını alır. Amma baş naziri prezident vəzifədən azad eləyərkən Milli Məclisin razılığını almır. Fikir versin, prezidentin təqdimatına əsasən deyir, baş nazirin eləcə yazılıb ki, təyin edilməsinə razılıq verilməsi, azad edilməsi yoxdur. Diqqətli olun. Bax bu 9-cu bəndi vurğulayın. Sonra bizdə ümumiyyətlə 3 dənə böyük məhkəmə var. Konstitusiya məhkəməsi, Ali məhkəmə, bir də apellyasiya məhkəmələri. Düzdürmü? İndi yerdə qalan məhkəmələri mənə deyin görüm hansı məhkəmələri tanıyırsınız? Deyin görək. Şəhər məhkəmələri. Aha, şəhər məhkəmələri sonra hansıları tanıyırsın? Rayon İxtisaslaşmış məhkəmələri. məhkəmələr var da. Necə? İxtisaslaşmış məhkəmələr Ayso, kommersiya bilər. məhkəməsi və s. Düzdür? Kommersiya, inzibati, Evet. ağır cinayətlər və s. Sonra bunların arasında xətt çəkirəm. Bunlar bu kvadrata aldıqlarım, bu balaca məhkəmələr, birinci instansiya məhkəmələridir. Bunları prezident sərəncamla təyin edir. Özü təyin edir. Heç Milli Məclisə burada təqdimat vermir. Şəkil, məsəl üçün, kommersiya məhkəməsidir, inzibat məhkəməsidir, ağır cinayətlər məhkəməsidir, rayon şəhər məhkəmədir. Prezident oranın hakimini özü təyin edir. Amma 3 dənə bizim böyük məhkəmələrimiz var. Hansı ki, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, bir də apellyasiyalar. Bunlar üçün prezident təqdimat verir Milli Məclisə. Və Milli Məclis bu məhkəmələrin hakimlərini, bu böyük məhkəmələrin 63 qərarla vəzifəyə təyin edir. Aydın oldu da nə demək istəyirəm? 63 qərarla. Xırda məhkəmələri bir növ üçlüyü ayırırsınız bir-birindən. Üçlü məhkəmələr, o böyük məhkəmələri prezident təqdimat verir, Milli Məclis 63 qərar qəbul edir, təyin edir, amma balaca məhkəmələri prezident özü sərəncamla təyin edir. Bütün detallarına qədər girişirəm, çaşa biləcəyiniz bütün məqamları. Sonra prezident təqdimatına əsasən, baxın, baş nazirdə necə idi? Təyin olunmasına razılıq verdi. İndi fikir versin, burada baş prokurorda hər ikisi var. Vəzifədən azad edilməyə də razılıq verir. Axırıncı imtahana düşmüşdü bu. Konstitusiya Məhkəməsinin impeachment bir növ cinayətdir, etimadsızlıqdır. Bununla bağlı prezidentin vəzifədən kənarlaşdırılması 95 qərardır. Fərqli olanlar bunlardır. Bir də Konstitusiya Məhkəməsi, çox üzr istəyirəm, prezidentin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması. Sonra mən bayaq 3 dənə məhkəmə adı çəkdim, düzdürmü? Ali Məhkəmə, Apellyasiya Məhkəməsi, Konstitusiya Məhkəməsi, bir də apellyasiya məhkəmələri. Dedik ki, bunları təyin edən Milli Məclis idi. Prezidentin təqdimatına əsasən 63 qərarla təyin edirdi. Bunları vəzifədən kənarlaşdıranda bu böyük məhkəmələri 83 qərar qəbul edir. Xırda məhkəmələr bayaq dedim, prezident sərəncamla təyin edirdi balaca məhkəmələri. Amma onların da hakimlərini kənarlaşdıran Milli Məclisdir. O da bunlar o balaca məhkəmələr isə 63 qərarla kənarlaşdıracaq. Biraz qarışıq gələ bilər, amma öyrədəcəm testlərin üzərində. Bu da belə. Mərkəzi Bankın idarə heyəti üzvlərinin vəzifəyə təyin
vəzifədən azad edilməsi, Nazirlər Komitəsi etimat məsələsini həll eləyir. Silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan. Məsəl üçün, fövqəladə bir hal baş verə bilər. Ə, Bununla bağlı. Tutaq ki, hərbi qulluqçuların işi fövqəladə vəziyyət görmək deyildir. Müdafiə sistemində işləyirlər, amma silahlı qüvvənin təyinatı ilə bağlı olmayan bir şeydir. Cəlb edir ki, məsəl üçün o işlər görülsün, aradan qaldırılsın. Buna görə Milli Məclisin razılığını almalıdır prezident. Və yoldaşlar, bir dənə burada bir məsələ var. Prezidentin burada müraciəti var. Bircə dənə məsələni, konstitusiyada bir məsələ ilə bağlı prezident müraciət edir Milli Məclisə, təqdimat vermir. Sülh bağlanması və müharibə elan edilməsinə. Orada da çünki bunun vaxtı olmur. Bu vəziyyətdə prezidentin vaxtı olmur təqdimat imzalamağa. Ona görə təqdimat verməyə, ona görə də burada müraciət edir. Referendum təyin edilməsi, amnistiya, bələdiyyə hesabatlarının dinlənilməsi və s. Vəssalam. Bayaq dediyim kimi, cədvələ aldıqlarım 63 səs çoxluğu ilə qanunlar şəklində qəbul olunur. Qalan məsələ dairəsi qərarlar qəbul edir. Bir də yoldaşlar, burada üçüncü bir bənd var. Bu bənd nədir? Bu bənd demir ha, Milli Məclisin işinin təşkili. İşinin təşkili ilə əlaqədar deyir. Fikir verirsiniz, əlaqədar. İşinin təşkili demir, əlaqədar. Sonra münasibət bildirməslər olan məsələlər olsun. Bu məsələlərdə də qanun yox, qərarlar qəbul edir. O bir dənə, o 5 dənə məsələ dağıca qanun qəbul edir, vəssalam. Yenə də konstitusiya qanunundan əlavə edilə bilər. Yəni burada 20-ci bənd, məsəl üçün bura 21-ci bəndi əlavə edə bilməyimiz üçün konstitusiya qanunu qəbul olunur. Vəssalam. Gəldik qanunvericilik təşəbbüs hüququ. Yəni 96-cı maddədə az bir şey qalıb artıq izahımıza. Qanunvericilik təşəbbüs hüququ da yoldaşlar. Bir növ qanun və qərar layihələrini Milli Məclisin müzakirəsinə təqdim etmək hüququdur. Çünki Ali Məhkəmənin qanun layihəsi ola bilər, amma qanunu qəbul edə bilməz. Onun üçün Milli Məclisə verməlidirlər. Bu 6 subyektə mənsubdur. Milli Məclisə, deputatlara, prezidentə, Ali Məhkəməyə, seçki hüququ olan 40 min vətəndaş. Bax, adi 40 min vətəndaş yox. Seçki hüququ olan 40 min vətəndaş. Çünki hər seçki dairəsinə mən bildiyim qədərilə 40 min vətəndaş düşür. Bir də Naxçıvanda bir dənə Naxçıvan Ali Məclisidir. Bəzən Naxçıvan Ali Məhkəməsi yazırlar testlərdə. Diqqətli olmaq lazımdır. Yox. Bir də prokurorluğa mənsubdur. Ki, bunların qanun və qərar layihələrini bunlar Milli Məclisin müzakirəsini təqdim edən subyektlərdir. 6 subyekt. Sonra biz danışacağıq ümumiyyətlə burada prezidentin